Salam dəyərli müəllimlər, mən bugün izah edəcəm sizə 9-cu sinifin 4-cü mövzusunu. 4-cü mövzumuz birləşmələr haqqındadır. Hansı ki, plastik kütlədir, oduncaqdır, metaldır. Bu kimi detalları bir-birinə birləşdirmək üçün deməli, hərəkətli hissələrinə hərəkətli, hərəkətsiz hissələrinə isə hərəkətsiz birləşmələrdən istifadə etməklə bir-birinə birləşdirmək üçün istifadə olunur. Deməli, son vaxtlar ən çox istifadə olunan mebellərin əksəriyyəti süni ağac materiallarından hazırlanan mebellərdir. Hansı ki, süni ağac materiallarına aiddir oduncaq yonqarlı lövhələr, oduncaq lifli lövhələr və orta sıxlıqlı oduncaq lifli lövhələr, KDF-lər, MDF-lər aiddir və bunun üçün də bir neçə səbəb var ki, yəni ən çox satılan olması üçün bir neçə səbəblər var ki, bunun da birincisi onların ucuz olmasıdır. İkinci səbəbi isə, məsələn, hər hansı bir qiymətli ağac növünə bənzəyən bir teksturanı həmin o süni oduncaq materialından olan mebelin üzərinə yapışdırmaq yolu ilə onun üzlənməsidir, yəni fanerlənməsidir. Üçüncü isə süni oduncaq materiallarının eninin enli olmasıdır. Eninin çox olmasıdır. Daha sonra, yəni bunun üçün də elə ucuz çıxır. Çünki biri var ki, enlidir və şpun təbəqələri enli olduğuna görə daha az istifadə olunur. Daha sonra və dünyanın hər yerində istifadə olunur süni oduncaq materiallarından, ağac materiallarından və 40 ildən çoxdur ki, artıq ən çox istifadə, 40 ilin ən çox istifadə olunan materialı süni ağac materialları hesab olunmuşdur. Daha sonra xarrat işlərində süni oduncaq materiallarından hazırlanmış mebellər də lövhəli mebellər adlanır. Xarrat biz keçmişdik aşağı siniflərdə. Xarrat nə idi? Xarrat oduncaqdan şkaf, qapı, pəncərə, bağ mebelləri və s. kimi oduncaqla işləyən mütəxəssis xarrat adlanırdı. Daha sonra mebellər, deməli, birləşmə mebellər bir-birinə dedik ki, birləşmə deməli, birləşmə vasitəsilə hansı ki, şurubdur, vintli bərkitmədir, həncamalardır, bu kimi furniturlar vasitəsilə birləşdirilir və birləşmələr özü də deməli, hərəkətli və hərəkətsiz olur. Üzr istəyirəm. Hərəkətli və hərəkətsiz olur. Hərəkətsiz birləşmə özü də sökülən və sökülməyən olur. Deməli, birləşmələr hansı ki, hərəkətsiz birləşmə tətbiq olunur harada? Vəziyyətin dəyişməzliyini təmin olunan yerlərdə, yəni bu kimi detallarda hansı ki, vururuq və olduğu kimi qalır. Yəni birləşdiririk, olduğu kimi qalır, hərəkətsiz qalır. Bu kimi yerlərdə hərəkətsiz birləşmə tətbiq olunur. Keçirik şurupla birləşdirməyə. İndi aydınlıq gətirəcəm. Məsələn, şurupla birləşdirmə necə birləşmədir? Sadə və hərəkətsizdir. Baxın, şurupla birləşdirmə hərəkətsiz birləşmədir. Çünki şurupu vururuq, olduğu yerdə qalır. Hərəkətsiz birləşmədir. Və açar söz kimi yadda saxlayırıq ən sadə sözün. Zaten belə bilirik ki, şurupu vururuq, olduğu yerdə qalır, bu hərəkət etmir. Hərəkətsiz birləşmədir. Bunu yadda saxlamaq asandır. Açar söz olaraq isə ən sadə sözünü yadda saxlamağınız tövsiyə edirəm. Ən sadə birləşmə şurupla birləşmədir. Şurupla birləşdirmənin də iki növü var ki, şurupların iki növü var ki, bunlar da özünə yev kəsən şuruplar və ağac üçün adi şuruplardır. Ağac üçün adi şurupların sadəcə diametrlərinin fərqi var. Daha sonra keçirik vintli bərkitməyə. Vintli bərkitmələr sökülən olur, vintlədə axı və hərəkətsiz olur. Vintli bərkitməyə baxın, sökülən və sökülməyən birləşmələr hansılardır demişdik biz? Aşağı sinifdə keçmişdik. Sökülən və sökülməyən birləşmələr. Baxın, şurup və vintli. Vintli bərkitmələr hamısı söküləndir. Vintli bərkitmələr hamısı söküləndir. Yəni şurup da vint olduğuna görə söküləndir. Amma mismar,
yapışqan və pərçim. Bunlar sökülməyən birləşmələrdir. Deməli, sökülən lakin hərəkətsiz furnitur deyirsə, hərəkətsiz furnitur. Bu olacaq, açar söz kimi götürün, vintli bərkitmə. Vintli bərkitmədə vintdən bir də kiçik çəlləkdən ibarətdir. Burada da artıq göstərilib necə quraşdırmaq lazımdır. Kiçik çəlləyi bir panelə, vinti də bir panelə deməli yerləşdiririk. Vinti burduqca kiçik çəllək neynir? Vintə bərkidilir. Və yəni biraz çıxarılması, sökülməsi çətindir. Bir də ən çox istifadə olunan diametri 7 mm olan və uzunluğu da 50-70 mm olan vintlərdən, avro vintlərdən istifadə olunur. Avro vint də başlığı 6 bucaqlı olan vintdir. Vint sadə olandır. Deməli bu. Avro vint başlığı 6 bucaqlı olan vintlərə deyilir. Daha sonra burada şey də var. Panel 4 bucaqlı taxta parçasıdır. Furniturda mebel hazırlığında istifadə olunan yardımcı materialdır. Keçirik eksentrik bərkitməyə. Eksentrik bərkitmə hərəkətsiz furniturdur və söküləndir. Çünki vint var. Vint olduğuna görə söküləndir. Təkrar deyirəm ki, yadınızda qalsın. Eksentrik bərkitmə hərəkətsizdir, olduğu yerdə qalır və söküləndir. Eksentrik bərkitmə isə ən çox işlədilən bərkitmə növüdür. Yəni ən çox işlədilən bərkitmə növü eksentrik bərkitmədir. Ən çox sözü, ən çox işlədilən deməli sözü açar söz olaraq götürə bilərsiniz. Desəz ki, müəllimə şurupda da var. O ən sadədir. Bu ən çox işlədiləndir. Keyfiyyətli mebellərdə istifadə olunur. Bir ştokdan, bir də deməli çəlləkdən ibarətdir. Bu da necə quraşdırılır? Deməli, əvvəlcə deməli nə idi bu? Paneli iki paneli bir-birinə birləşdirmək üçün əvvəlcə vinti bura yerləşdiririk. Daha sonra isə ştoku bura yerləşdiririk. Çəlləyi də bura yerləşdiririk. Biz buradan çəlləyi sıxdıqca, burduqca bu ştoku özünə çəkir. Bu da belə quraşdırılır. Ümid edirəm ki, izah etməyə bacardım. Baxın, bunu yerləşdiririk. Çəlləyi də bura yerləşdiririk. Baxın, bura. Çəlləyi fırlatdıqca ştoku özünə çəkir. Belə. Keyfiyyətli mebellərdə istifadə olunur. Daha sonra bir də diametri 12, 15, 25 mm olan da, yəni istehsal olunur. Olan eksentrik bərkitmələr istehsal olunur. Sökülüb yığmaq olur. Sonra çatışmayan cəhətləri də var. Onlar da deyim ki, çatışmayan cəhəti öz başına dönməsidir. Və öz başına dönür, yenidən bərkidirik və bu da artıq bir zamanlar keçdikcə onun zəifləməsinə gətirib çıxarır. Bu halın da olmaması üçün bəzi furniturlar var ki, bunlar eksentriklə bərabər fırlanmaması üçün deməli, ilişməni artıran dişlər nəzərdə tutulub ki, biz də eksentrik bərkitmədən istifadə edirik. Oduncaq yonqarlı liflərdən olan rəflərin bir-birinə bərkidilməsi zamanı istifadə edirik. Keçirik şkantlarla birləşmələrə. Şkantlarla birləşmələr hərəkətsizdir və sökülmür. Şkantla birləşmə sökülmür. Vururuq, olduğu yerdə də qalır. Nə sökülmür, nə də hərəkət etmir. Və gövdəli mebellərdə istifadə olunur. Şkantlarla birləşmələr, şkantlar müxtəlif uzunluqlarda olur, müxtəlif diametrlərdə olunur, təbii oduncaqdan hazırlanır. Daha sonra şkantlar, başqa şkantlar haqqında nə qaldı? Təbii oduncaqdan olurdu. Bir də şkantlar oduncaqdan da olur, plastik kütlədən də olur, silindrik formasında olur. Yəni silindrik formalı olan çüydür. Daha sonra eksentrik bərkitmədə bir şey qaldı burada, qara yazılı.
Onu demədim bayaqlarım mən. Eksentrik bərkitmələr çələkvarlı vintin fırlanma hərəkətini ştokun irəli hərəkətinə çevirən qurğudur. Hə, bir də şkantlarda bu qaldakı nəmlik həddi. Baxın, birləşdirilən detalların nəmliyindən 2-3% aşağı olmalıdır. Amma yol verilən nəmlik həddi deyirsə 6-8% olmalıdır. Şkantın yol verilən nəmlik həddi deyirsə 6-8-dir. Birləşdirilən detalın nəmliyini soruşursa, həmin detaldan 2-3% aşağı olmalıdır. Keçirik mebel künclüklərinə. Mebel künclükləri tərpənməzdir. Söküləndir. Çünki şuruplarla birləşdirilir. Ona görə sökmək olur. Amma olduğu kimi də qalır da tərpənmir. Və mebel künclükləri deməli mənfi cəhəti var ki, düzdür, kifayət qədər möhkəmdir. Qiyməti də ucuzdur. Amma çatışmamazlığı görünən olmasıdır. Yəni onun estetik görüntüsünü pozur. Plastik kütlədən olan mebel künclüyü də deməli estetik görüntünü pozur. Bu da onun çatışmayan cəhətidir. Daha sonra keçirik çaşqa həncama. Ümumiyyətlə, dəyərli tələbələr, dəyərli həmkarlarım, həncamalar hərəkətli olur, sökülən olur. Çaşqa həncamalı mebel kroşteyni, qaz dirəkləri olan həncama var, plastik kütlədən olan həncama var. Yəni bunlar hamısı ümumiyyətlə həncamalı birləşmələr, yəni çaşqa həncama və ya həncamalı mebel kroşteyni yenə deyirəm, hamısı həm söküləndir, həm hərəkətlidir. Qapların hərəkətli olmasına xidmət edir həncamalar. 5-ci sinifdə bu furniturla tanış olmuşduq. Daha sonra həncamalar yarım mexaniki qurğudur. Açar söz kimi belə götürə bilərsiniz. Yarım mexaniki qurğudur. Qapıları gövdəyə bərkitmək üçün qapı laylarını müəyyən bucaq altında açılmasına xidmət göstərir. Hərəkətli və söküləndir. Sonra sağ və sol, yuxarı, aşağı açılmaq üçün qapılar, rəflərin qapılarını yuxarı, aşağı açılmaq üçün istifadə olunur.